Amma Allah həcc ziyarətini elə belə yerə vacib buyurmayıb. Allahın məqsədi, qayəsi var. Mütləq hədəfi var insanları Kəbə evinin ətrafına toplamaqda. Nədir o hədəf? Allah Teala Həcc surəsi 27-29-cu ayələrdə açıqlayır. Buyurur: Bismillahirrahmanirrahim. Və əzzin fin-nasi bil-həcc. İnsanları həccə çağır. Yə'tukə ricalən və alə kulli zamirin. Onlar sənə tərəf gələrlər, istər piyada olsun, istər arıq dəvələrin üzərində, hardan min kulli fəccin amiq. Hər cür uzaq yoldan, bütün uzaq yollardan gələrlər sənə tərəf. Nə üçün gələrlər? Başlayır bir-bir məqsədlərini açıqlamağa. Allahın insanları həccə dəvət etməkdə, Peyğəmbərin İbrahim əleyhissalam insanları həccə toplamaqdakı qayəsi. Liyəşhədu mənafi'ələhum. Qoy şahid olsunlar insanlar ki, onlar üçün orada necə mənfəətlər var. Həcc ziyarətinə gedəndə insan o mənəviyyatın, o mənafeyini, o mənfəətlərin mütləq şəkildə şahidi olur. Allah bütün arzusunda olanlara nəsib eləsin. Allah kimlər ki, gedib ziyarət eləyiblər, Allah ziyarətlərini qəbul eləsin. Kimlər ki, hal-hazırda ziyarətdədir, onların da ziyarətin qəbul, sağ-salamat gəlmələrinə nəsib eləsin. Birinci məqsəd nədir? İnsanın Allahın onun üçün təyin etdiyi mənafeylərə şahid olması, mənfəətlərə şahid olması. İkincisi buyurur: və yəzkuru isməllahi fi eyyəmin ma'lumət. Bayaq dediyimiz. İkincisi, Allahın onlar üçün qurbanlıq təyin etdiyi heyvanları kəsəndə Allahın adını zikr eləsinlər. Allahın adını çəksinlər ki, Allah verib onlara o heyvanları, o ziyarəti, heyvan qurban kəsməyi. Üçüncüsü buyurur: fəkulu minhə. Ondan özünüz deyin: və ət'imun bəisəl fəqir. Çarəsiz fəqirlərə də yedizdirin.